Uşağınız yemək yemək istəmir, halsızdır. Səbəb nədir? Bəzən uşaq nə yemək yemək istəyir, nə də oynamaq istəyir. Əslində bu iki halla bağlıdır. İştahsızlıq və enerjisizlik. Uşağın bədəni işləmək üçün yanacaq istəyir. Amma yanacaq təkcə yeməklə bağlı deyil. Yediyini enerjiyə çevirmək lazımdır. Burada əsas rolu B qrupu vitaminləri oynayır. Bu vitaminlər az olanda uşaq yesə belə bədən o qidanı enerjiyə çevirə bilmir. Nəticədə uşaq tez yorulur. Oynamağa həvəsi olmur, diqqəti dağılır, iştahası da pozulur. Bəzi uşaqlarda isə aclıq hissi zəif olur. Yəni uşaq yemək yeməlidir, amma beyin açsan siqnalını düzgün vermir. Məhz bu nöqtədə siproheptadin adlı maddənin önəmi ortaya çıxır. Siproheptadin beyində aclıq hissəsinə cavabdeh olan mərkəzlərə təsir eləyən bir maddədir və bu iştahı aktivləşdirir. Bu süni iştaha deyil, sadəcə uşaq normal acmağa başlayır və yeməyi özü yemək istəyir. Bax, trimetavit də bu prinsipə əsasən hazırlanan bir məhsuldur. Tərkibində siproheptadin və B qrupu vitaminləri var. Bu kombinasiya uşaqlarda həm iştahın normallaşmasına, həm də enerji səviyyəsinin yüksəlməsinə kömək eləyir. Trimetavit şərbət formasındadır. Yeməkdən təxminən 30 dəqiqə əvvəl qəbul olunur və həkim və əzacıların tövsiyəsi ilə əksər apteklərdən əldə etmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.